İkinci hissə. Göytəpə kəndinin ucqarında Xır yolunun üst tərəfində 3 otaqlı bir bina var. El arasında buraya Zayezji dom sözünün el arasında işlənən şəkli Zayej deyirlər. Qocalar deyirlər ki, düz bir ili gecəli gündüzlü işləyəndən sonra yol hazır oldu. Yolun kənarındakı ev isə sahibsiz qaldı. 2 il bunun əvvəl buraya 24-25 yaşlı bir oğlan gəldi. Cəmaat arasında bir müddət ona Poçt Əhməd, sonra isə şapka geydiyinə görə Rus Əhməd dedilər. Əvvəllər ona heç kəs yaxın durmazdı. Xaçpərəstə nə işimiz var deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isnişdilər. Rus Əhməd bəzən Zayejin eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı çovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də vardı. Poçtalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qandırılıb baxdı. Ay, xoş gördük səni. Demək gəldin. Çox yaxşı. Bəs bu nədir? Anam göndərdi. Əhməd lələ dedi ki, adam qəribə hörmət edər. Onlar sustular. Əşrəf kitablara baxdı. Bunların hamısını oxumusanmı? Oxumuşam. Səni də öyrədəcəyəm. Rusca yazmağı da, oxumağı da biləcəksən. Mənim bir-iki dostum var, onları da öyrədərsənmi? Niyə öyrətmirəm? Qoy gəlsinlər. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar. Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr edirdi. Faytonçu geri qandırıldı. Bağışlayın cənab, adınızı da bilmirəm. Aleksey Osipoviç. Aleksey Osipoviç hələ 4 il əvvəl Qori Seminariyasının Pedaqoji Şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyonov müsəlman şöbəsinin açılmasını məsələsini irəli sürmüşdü. Şurada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Semyonov sakitcə sözə başladı. Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın. Mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın, mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Taparıq Dmitri Dmitriyeviç. Kənd və kənd gəzməli olsam, tapacağam. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. Gecədən xeyli keçmiş Zayejin qapısı döyüldü. Əhməd cəftəni çəkib qapını araladı, qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı. Vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi. Sonra dəftərləri açdı. Atları rahatlayandan sonra içəri samavar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Aleksey Osipoviç səsə qandırılıb baxdı. Siz müəllimsiniz? Bəli, bilirsinizmi, cənab? Əslində mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dinləyiciler burada gəlib keçərdi. Mən də, necə deyirlər, boş evə qaravul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı pozu öyrədirəm. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Burada nə var ki? Deyə Əhməd sakitcə cavab verdi. Adınız nədir? Əhməddir. Əvvəllər kənd arasında mənə Poçt Əhməd deyərdilər. Sonra nədənsə Rus Əhməd oldum. İndi isə yavaş-yavaş Uçitel Əhmədə çevrilirəm. Görək sonra nə olacaq? Poçt Əhməd. Aleksey Osipoviç qəhqəhə çəkib güldü. İndi Uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsinizmi, mən Qori Seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. Bağışlayın, siz Çerneyevski deyilsiniz ki? Aleksey Osipoviç. Bəli, düz tapmışsınız. Bəs siz mənim adımı hardan bilirsiniz? Əşrəfin məktublarından o həmişə sizdən yazır.
Axı onu mən oxutmuşam. İndi sizin tələbənizdir. Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, siz mənə kömək edə biləcəksiniz. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən od tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmənin puskuda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən tüfəngi götürüb pəncərədən bayıra atıldı. İtlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşlə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. O səsləmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez mənə sataşan kim olar deyə özünə suallar verdi. Deyəsən burada ayrı əl var. Bəlkə Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər deyəsən burada ayrı əl var. Bəlkə Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Elə o olacaq. Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. Nə oldu? Tuta bilmədi ağa. Mən qabağını kəsinəcən özünü suya atdı. Kişi papirosunu sümürüb otaqda gəzindi. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dilləndi. Ağa, deyirəm, gülləniz boşa çıxmayıb. Nədən bilirsən? Bundan, deyə Tapdıq əlindəki yun başlığı göstərdi. Qana bulaşıb. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü. Özü də hiss etmədən onundur, deyə qışqırdı. Cahandar ağanın dişləri kilitləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü. Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində böyük bir mələkə vardı. İndi də böyük maraq və intizarla buraya toplaşmışdı. Cahandar ağa da buradaydı. Elə bu zaman Aleksey Osipoviç ilə Əhməd mələkəyə yaxınlaşdı. Aleksey Osipoviç mələkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı. Siz Əşrəfin atası deyirsiniz ki? Bəli. Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. Uşaq necədir? Canı başı sazdımı? Təkdir. Dostlarından ötürü yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Elə sizin kəndə ondan ötürü gəlmişəm. Gərək kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparaq. Söhbət bu yerə çatanda aralığa sükut çöktü. Cahandar ağa nə cavab verəcəyini bilmədi. Molla Sadıq da susub mənalı cəmaatı süzdü. Onun təsbihi daha da bərkdən şaqqıldadı. Aleksey Osipoviç söhbəti başlamaq üçün ələ düşən fürsətin gedəcəyini görüb sükutu pozdu. Niyə susursunuz? Bizim kənddə oxumağa gedəsi uşaq yoxdur. Niyə yoxdur? Var, deyə Aleksey Osipoviçdən qabaq Əhməd dilləndi. Onları oxutsaq əməlli başlı adam olarlar. Kimdir onlar? Molla Sadıq bu dəfə də qəzəblə dinləndi. Biri Osman. Kim? Osman? O ki, körə Fəhmin biridir. 3 ildə bir Quran ayəsini əzbərləyə bilmir. Ondan oxuyan çıxar? Çıxar, niyə çıxmır? Dərs deyən mənəm. Mən yaxşı bilirəm, yoxsa sən? Bilməsəm demərəm. Bir də o cür ki, siz dərs deyirsiniz. Əlbəttə, uşaq heç nə başa düşməz. Ey, Rus Əhməd, artıq əski danışma. Həddini bil. Sonra peşman olarsan. Bəs Əli necə? O da fərasətsizdir. İkisi də bir bezin qırağıdır. Səlim də, indi burada məndən nə hinkir-minkir başlayıbsan? Acığın tutmasın, ay Molla Sadıq. Səhərdən söhbətə qulaq asan gəmiçi qoca astaca dilləndi. Nəfəsin ağırdır. Uşaqlar səndən heç nə öyrənə bilmirlər. Elə bizim Çərkəz də 3-4 il ayaq döydü, amma bir şey çıxmadı. Demək Allah Taala özü sizə sirrinə vaqif eləmək istəmir. Allah Taala'nın burada nə işi var ay molla? Küfür danışma kişi, hər şey Allahın əmri ilədir. Nə üçün davadalaş salırsınız deyə Aleksey Osipoviç mübahisə edənləri sakitləşdirməyə çalışdı. Əlahəzrət padşahımız özü müsəlman balalarının oxumasına icazə veribdi. Kəndlərin bir çoxunda yeni məktəblər açılıbdı. Sizin uyezdə də bu işə başlamaq lazımdır. Biz də sizdən ötəri çalışırıq. Qoyun uşaqlarınız oxusun. Nə olar? Biz padşahımızın fərmanına boyun əyməyə həmişə hazırıq. Ancaq bizi başa salın görək, o təzə məktəblilər necə olacaq? Orada Quran oxunmayacaq?
Oxunacaq, Molla Sadıq niyə oxunmayacaq? Orada şəriət dərsləri də keçiləcək. Elə bizim Qoridəki seminariyada da şəriət dərsləri keçilir. Sünnilərlə şiələr bir yerdə. Yox, onu da nəzərə almışıq. Hərənin öz mollası var. Gündə 3 öynə namazlarını da qılırlar. Biz heç kəsi dinindən döndərmək istəmirik. Molla Sadıq gözlərini qıyıb, hiləgərcəsinə Aleksey Osipoviçə baxdı. Sonra da ətrafdakıları süzdü. Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz. Xaçpərəstlərin İslam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. Biz sizi yaxşı tanıyırıq. İndi də uşaqları oxutmaq adı ilə başımızı tovlamaq istəyirsiniz. Aralığa çaxnaşma salmaq fikrindəsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay cəmaət, eşidirsinizmi? Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. O, ağzını açmağa macal tapmamış Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki, belini üzüb salsın. Bura bax, bizə nə veribsən ala bilmirsən? Qapı-qapı düşüb uşaqlarımızın başını niyə tovlayırsan? Mən ki onlara pislik eləmək istəmirəm. Sənin yaxşılığın da, pisliyin də bizə lazım deyil. Rədd ol buradan. Elə bir cəmaət buna bənd imiş, kişi sözünü deyib qurtaran kimi hərə bir tərəfdən hoqquldamağa başladı. Biz uşaqlarımızın başından keçməmişik. Qoymarıq onların boynuna xaç salasınız. Ay cəmaət, qovun onu. Bu zəhmətdə ona qatın. Dinsizlər, çıxın kəndimizdən. Bizi də özləri kimi kafir eləmək istəyirlər. Ay cəmaət, səbriniz olsun, biraz dayanın. Kəs səsini Rusdan dönmüş. Mən də sizin kimi müsəlmanam. Yalan deyirsən, adını Əhməd qoysan da kafirsən. Bu saat ikinizi də bir-birinə çataqlayıb, yarğandan başı aşağı kürə atacağıq. Adamlar getdikcə qızışdılar. Onların çoxu əlini xəncərə atıb irəli cummağa bir balaca işarə gözlədi. Aleksey Osipoviç bunu aydın görsə də geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən özünü şax tutdu. O hələ bu cür qızışmış adamlarla üz-üzə gəlməmişdi. Başqa kəndlərdə ona qulaq asmış, üstəlik də kömək etmişdilər. Ancaq bu saat onun həyatı belə təhlükə altında idi. Gürün sahildəki bu ucqar kəndin adamların başa salmaq görünür o qədər də asan deyildi. Əhməd də çıxılmaz vəziyyətdə qalmışdı. O Göytəpəyə gələli az-çox xasiyyətinə bələd olduğu kəndlərin belə səbirsiz olacağını, hətta qana susayacaqlarını təsəvvür etmirdi. Şübhəsiz burada bir əl var idi. Görünür, Molla Sadıq bütün gecəni yatmamışdı. Yoxsa cəmaət birdən-birə yuvası dağıdılmış arı kimi qəzəblənməzdi. Əhməd qorxdu. Bir hadisə olan kimi kürü keçib özlərini meşəyə verən, divandərə tanımaq istəməyən bu adamlar fitvaya uyub nə desən edə bilərdilər. O gözaltı qonağını süzdü. Aleksey Osipoviçin rəngi köynəyinin ağ yaxalığından seçilmirdi. Hücuma keçən kəndlilər onları tut ağacına doğru sıxışdırdılar. Əhməd hər ehtimala qarşı qabağa keçdi. İlk zərbələrin qarşısını almaq ya da cəmaatı sakitləşdirmək üçün bir-iki söz deməyi lazım bildi. Ay cəmaat, hay-hara nəyə lazımdır? Uşağınızı vermirsiniz, verməyin. Daha aləmin başınıza niyə tökürsünüz? Biz dedik, məsləhətləşək, demədik dava eləyək. Ağlınızı başınıza yığın. Bizə ağıl öyrətmə. Taksırın hamısı sən dinsizdədir. Bu Rusu tovlayıb gətirən də sənsən. Əvvəlcə elə səni doğramaq lazımdır. Aleksey Osipoviç Əhmədin qolundan çəkib geri dartdı. Özü qabağa yeridi. Şapkasını çıxardıb, içini dəsmalla quruladı. Bir müddət sakitcə dayanıb cəmaatın susmasını gözlədi. Biz heç kəsi öz dinindən döndərmək istəmirik. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq, onlara elm öyrətməkdir. Onları savadlandırmaqdır. İndi zaman dəyişir, elmsiz adam kör kimidir. Gərək siz uşaqlarınızı bədbəxt olmağa qoymayasınız. Biz oxumamışıq, dünya uçub, uşaqlarımız da oxumasa yeməyə çörək tapmayacaqlar. Lazım deyil sizin oxutmağınız. Biz sizin xeyriniz üçün çalışırıq. Bizə kömək etməz əvəzinə Molla Sadığın fitvasına nahaq uyursunuz. İndi də mollamıza sataşırsan, deyə bayaqçı xəncərli kişi onun sözünü kəsdi. Əlim ayağım dəyməmiş, rədd ol buradan. Aleksey Osipoviç, nahaq yerə fitva verirsiniz. Getsəniz məsləhətdir. Fitvanı o yox, siz verirsiniz. Aleksey Osipoviç, nahaq yerə fitva verirsiniz. Getsəniz məsləhətdir. Fitvanı o yox, siz verirsiniz. Molla Sadıq dodaqucu gülüb Əhmədi başı ilə cəmaata göstərdi.
İndi gördünüz bu işlərin mayeyi, fəsadı kimdir? Molla Sadıqın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. Onlar Əhmədlə Aleksey Osipoviçi tut ağacına qısnadılar. Əhməd artıq gözləməyə mümkün olmadığını yəqin etdi. Hər ehtimala qarşı cibində gəzdirdiyi naqanın dəstəyini əl uzatdı. Bayaqdan papirosun dalın oduna yandıran Cahandar ağa dözə bilmədi. Tüfəngi dizinin üstündən götürüb ayağa durdu. Qızışmış cəmaatın önüncə gələn Molla Sadığın qabağını kəsdi. Onun zəhmli baxışlarından ehtiyat edib ayaq saxlayanlar tərəddüd içində dayandılar. Cahandar ağanın yoğun səsi eşidildi. Geri durun. Camaat burulğan kimi burulub yerindəcə fırlandı. Geri durun deyirəm sizə. Onlar tərpənmədilər. Cahandar ağa çaxmağı hərləyərək gülləni lüləyə verdi. Fikriniz nədir? Yoxsa könlünüzə sibir düşüb? Bəs bunun sonrasından qorxmursuz? Sabah atlı kazaklar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə, niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram. Onda harayınıza çatan olacaqmı? Adamlar qımışdılar. Addım-addım geri çəkib gözlərini Cahandar ağaya zillədilər. Nə edəcəklərini bilmədən tərəddüd içində dayandılar. Bunu hiss edən Cahandar ağa da səsinin ahəngini dəyişib məzəmmətə keçdi. Adam bir iş görəndə fikirləşər. Hər yetənin sözünə baxıb toy toğlusu kimi ortalığa düşməz. Bir də qonağa əl qaldırmazlar. Molla Sadıq gördü ki, biraz bundan əvvəl irəli atılanlar geri çəkildilər. Cahandar ağanın sözlərini eşidib sustular. O özünün məğlub olduğunu hiss etsə də sözündən dönmək istəmədi. Sinəsini gərib Cahandar ağanın üstünə qabardı. O qonaq deyil. Qonaqdır. Kimin qonağıdır? Mənim. Sənin? Bəli. İndi kimin hünəri var qabağa çıxsın. Elə sənin kimləri deyilmi cəmaatın evini yıxan? Cadügər haramzada, dilini qarnına qoy. Artıq əskik danışma. Öz oğlunu dinsiz eləməyin yetmir. İndi də başqasının. Xalq səni özünə vəkil eləyib, nə düşmüsən ortalığa? Bəs sən niyə düşmüsən? Niyə qoymursan bu dinsizləri qovaq getsin? Yoxsa təzə qudan gəmiçi qocanın qardaşı oğlu Osmanlı da oxumağa göndərəcəksin? Hə? O mənim öz işimdir. Səni öz başına qoymazlar. Kim qoymaz? Tapılar. O hansı köpək oğludur, gəlsin görüm. Molla Sadıq çiynindən sürüşüb düşən əbasını düzəltdi. Əlindəki təsbihi saqqalı bərabərinə qaldırıb səsini dəyişdi. Yekə kişi sən, ağzını təmiz saxla. Kəs səsini dınqıra süzən qurumsaq. Molla Sadıq Cahandar ağanın qıllı qaşları altından üzünə silinən qan sağılmış gözlərinə baxa bilmədi. Onun iri qalın dodaqlarının səyirdiyini, barmağının tüfəngin tətiyində titrədiyini görəndə sözünün dalını qısdı. Hələ uşaqlıqdan xasiyyətini bələd olduğu, balaca vaxtı bir yerdə oynayanda dəfələrlə yumruğunun dadını gördüyü Cahandar ağanın zəhmi onu bastı. Demək istədiyi söz ilişib boğazında qaldı. Müsahibinin dodağının bir balaca tərpənməsinə bənd olan Cahandar ağa da sustu. Mollanın dinlənməyə taqəti olmadığını yəqin etdikdən sonra barmağını tətikdən çəkdi. Ağır oxtur, Batman gəl. Burada səndən başqa da kişi var. Molla Sadıq hirslə cəmaatı süzüb mərəkədən uzaqlaşdı. 5-10 saqqallı kişi də onun arxasınca getdi. Aralığa dava düşsə, vuruşmağa hazır olanlar yarıya qədər siyirdikləri xəncəri şaqqıltı ilə qınına saldılar. Cahandar ağa qohumlarını gözaltı süzüb arxayınlaşdı. Aleksey Osipoviçlə Əhməd də dərindən nəfəs aldılar. Əhməd dilinin ucu ilə qaysaqlanmış dodağını isladıb, ovcunda sıxdığı naqanın dəstəyini buraxdı. Cəmaatın sakitləşdiyini və bir daha qalmaqal salmayacaqlarını yəqin etdikdən sonra Cahandar ağa yenə əvvəlki yerinə qayıtdı. Çiynini tut ağacına söykədi. Əsəblərini sakitləşdirmək və həyəcanın ətrafdakılara bildirməmək üçün yenidən papiros içdi. Bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra üzünü Əhmədə tutdu. Abala, adam bir iş görəndə əvvəlcə məsləhətləşər. Yoxsa durduğun yerdə özünü də xataya salmışdın, bizi də. Bu kişini də ortalıqda biabır elədin. Qərib adamsan, hər şeyə baş qatma. Qanmaz adam çoxdur, əllərində nə desən gələr. Mən ki onlara pislik eləmirəm. Sözümə qulaq as, deyə Cahandar ağa səsini ucaltdı.
Mənim söz güləşdirən adamdan xoşum gəlməz. Bir işin olanda əvvəlcə mənə de. Hər yetənlə ağız ağza vermə. Əşrəfin dostu məndən ötəri də əzizdir, bildinmi? Çox sağ olun. Aleksey Asipoviç köynəyinin yaxasını açdı, qalstukunu boşaldıb əlindəki dəsmalla tərini sildi. Sonra da adəti üzrə şapkasının içini qumladı. Dağılıb gedənlərin arxasınca xeyli baxdı. Böyük kədər və hüzünlə başını buladı. Mən belə gözləmirdim. Deyəsən adamlarınız yaman xatalı imiş. Onlarda günah yoxdur. Taxsırın hamısı o mürid köpək oğlundadır. Təəssüf ediləsi haldır. Ancaq nə etməli? Görünür, əli boş qayıtmalı olacağam. Cahandar ağa sakitcə cavab verdi. O barədə sonra fikirləşərik. Mərəkədəkilər dağılışdılar. Bəli, xəncərli kişilərin çoxu kəndin dolama cığırlarında görünməz oldu. Tut ağacının ətrafında yalnız Cahandar ağanın qohumları qaldı. Aleksey Asipoviç fikirli-fikirli papiros çəkən Cahandar ağaya yaxınlaşdı. Çox sağ olun. Əgər siz olmasaydınız, deyəsən salamat qurtara bilməyəcəkdik. Sizə minnətdaram. Əşrəfə sözünüz yoxdur ki? Kişi oğlunun adını eşidəndə qaşlarını çatıb ağır-ağır qonağa baxdı. Biraz bundan əvvəl baş verən hadisədən xəcalət çəkdiyindən nə edəcəyini belə müəyyənləşdirə bilmədi. Getmək istəyirsiniz? Bəli. Nə vaxt? Elə bu saat. Yolçu yolda gərək. Onsuz da yaman gecikmişəm. Tələsməyin. Fayton gözləyir. Ertəykən yola düşək. Ertəykən yola düşsək yaxşıdır. Darıxmayın, deyə Cahandar ağa ona cavab verdi. Sonra da üzünü cavanlardan birinə tutdu. Abala, get o atın cidarını aç, bura gətir. Sonra da qaç evə, xəbər ver ki, qonağımız var. Başa düşdünmü? Uşaqları da tapşır ki, hazırlaşsınlar. Yola çıxacaq. Hə, indi durun evə gedək. Zəhmət çəkməyin. Durun gedək. Bu kəndə gələn qonaq mənim evimdə çörək kəsməmiş gedə bilməz. Sözün düzü, gedək evə. Orada danışıb məsləhətləşərik. Aleksey Asipoviç dönüb Əhmədin üzünə baxdı. Razılaşmaqdan başqa əlac olmadığını bilib sustu. Onlar tozlu yolun kənarındakı cığırla Kürün sahilinə doğru addımladılar. Cahandar ağa atını yedəkləmişdi. Artıq ay batmışdı. Kəndin və çöllərin üzərinə qatı qaranlıq çökmüşdü. Elə bil hər şey daşa dönüb donmuşdu. Nə ötən böcəklərin səsi eşidilir, nə də biraz bundan əvvəl kəndə çaxnaşma salan itlər hürüşürdü. Həmişə Kür tərəfdən əsən meh də dayanmışdı. Sanki təbiət nəfəsini içəri çəkib susur, çəmən otlarını, kolların yarpaqlarını xışıldadıb mürgüləyən kəndi oyadacağından ehtiyat edirdi. Cahandar ağanın qəlbinə çökən dəhşətli qara fikirlərdən də qatı bir qaranlıq ətrafı çulğalamışdı. İri bir qanqal topası Şahnigarın düz gözünün altına dəydi. Arvad özünü saxlaya bilməyib qışqırdı. Əlləri ilə gözünü tutub atın dırnağının dibinə çöktü. Qəmər fınxırıb yüyəni daha bərkdən çeynədi. Yalnız bu zaman Cahandar ağa fikirdən ayılıb atın başını çəkdi. Şallaq yenə havada şaqqıldadı. Getdikcə qanqal və sirkən xışıltısı azaldı. Nəhayət, araba yolunun narın və yumşaq tozu atın ayağının altında tapıldadı. Şahnigar yüngül nəfəs alıb irəlilədi. O, qardaşının tərsliyini bildiyindən dinmirdi. Nə göz yaşına, nə yalvarışın, nə də ah-nalənin onu inadından döndürə bilməyəcəyini, əksinə daha da höcətə salacağını anlayan Şahnigar susur, bu işləri nə ilə qurtaracağını, yeganə qardaşının onu haraya apardığını dəhşət və səbirsizliklə gözləyirdi. Bir də o qardaşına nə deyə bilərdi? Axı Cahandar ağa vaxtında ona xəbər vermişdi. Bu müridlərə uyma demişdi. Bəs Şahnigar ona niyə qulaq asmamışdı? Məgər qardaş bacının pis gününü istəyərmi? Onun adının ləkələnməsinə dözərmi? Hələ mənə bu da azdı. Lap gözümdən boğazlanasıyam. Nahaq yerə ağlımı oğurladıb sözə baxdım.
İndi nə olsun? Kimin ağzını bağlayacaqsan? Kimi başa salacaqsan ki, heç nə olmayıb? Sabah bütün kənddə zurna çalmayacaqlarmı? Yazıq qardaş, səni də dərdə saldım. İndi bilirəm nələr çəkirsən. Mənim kimi bacını Allah yerə soxsun. Vaxtında sözünə baxmadım. Məni öldürsən də azdır. Onun üçün deyiblər, böyüyün sözünə baxmayan böyrə-böyrə qalar. Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi. Əslinə baxsam, o heç fikirləşmirdi. Elə bir beyni ürəyi keymişdi. Bir yanını şaqqalayıb kəssən də xəbər olmazdı. Atın üstündə necə oturduğunu, haraya getdiyini də bilmirdi. Gözünün qabağında yalnız duman içində ağaran bacısı, bir də Molla Sadığın qaba, iyrənc sifəti dururdu. Dodaqları səyriyir, gözünün həlqələri tez-tez dolub boşalırdı. O nə deyəcəyini bilmirdi. Şübhə ac qurd kimi sinəsini gəmirib parçalayırdı. Nəfəsi darıxır, hava çatışmırmış kimi tez-tez köksünü ötürürdü. Ona elə gəlirdi ki, lap o saat ürəyi partlayıb sinəsindən bayıra çıxacaqdı. Yumruq boyda olan bu ət parçası sıxıldıqca nəfəsi boğazına yığılıb, oradaca düyünlənirdi. Onun üçün bu dünyada hər şeydən əziz, təmiz adla yaşamaq idi. Kişi ki, adamların gözünün içinə şax baxa bilmədi, ölsə yaxşıdır. Gözü kölgəli ömür sürməkdənsə, arvad kimi neçək bağlamaq, mərəkə içinə çıxmamaq məsləhətdir. 5 gün yaşa, amma gözü kölgəli olma. Bu dünyada təmiz ad saxlamaq çox çətindir. Adına söz deyildimi, qurtardı. Ondan sonra nə qədər çalışsan da ləkəni təmizləyə bilməyəcəksən. Dilləri kəsmək, deyilən sözləri geri qaytarmaq ki mümkün deyil. İndi onun qorxduğu iş başına gəlmişdi. Bacısı onun adını batırmışdı. Necə deyərlər, papağını yerə soxmuşdu. Müridlərin meyxanasına getmişdi. Molla Sadığın ya da başqa bir müridin əli ona dəymişdi. Bəlkə də ona heç nə olmayıb, tərtəmizdir, amma kimi inandıracaqsan? Bundan sonra mən cəmaət arasına necə çıxacağam? Başıma papaq qoyub necə gezəcəyim? Mərəkədə oturub necə söhbət edəcəyim? Üzümə deməsələr də arxamca rişxət edib atamın görünə söyməyəcəklərmi? Kişilikdən dəm vurur, namusdan danışır, amma bacısından xəbəri yoxdur. Müridlərin dınqırına süzür. Deməyəcəklərmi? Bundan sonra hər baxış, hər mənalı gülüş məni şübhəyə salmayacaqmı? Kaş sən heç yaranmayaydın. İndi mən nə edim? Dərdimi kimə açım? Bundan sonra hər baxış, hər mənalı gülüş məni şübhəyə salmayacaqmı? Kaş sən heç yaranmayaydın. İndi mən nə edim? Dərdimi kimə açım? Lap yaxından bir quş qalxdı. Günəşin zərrələri altında sinəsi və kiçik qanadları parıldayan quşcuğaz havalanmış kimi süzüb bir-iki dəfə mayallaq vurdu. Şahnigar ixtiyarsız olaraq əlini gözünün üstünə qoyub ayağa qalxdı. Mavi ənginliklərə doğru baş alıb gedən quşu gözdən itirməməyə çalışdı. Birdən haradansa peyda olan ley onun üstünə cumdu. Yazıq quş tərpənə bilmədi. Havada lələklər oynadı. Şahnigar ağzını açıb qışqırmaq istədi, ancaq nəfəsini çəkə bilmədi. Meşə uğuldayıb şaqqıldadı, kürəyinin arası od tutub yandı. Nə üçün gözündən tüstü çıxdığını, başı gicəllənib səldirlədiyini bilmədi. Yıxılmamaq üçün suyun kənarındakı balaca yolğun kolundan yapışdı. Qanrılıb geri qardaşına baxdı. Bir an, yalnız bircə an onların gözləri bir-birinə sancıldı. Şahnigarın sifətində gülüşdən çox məzəmməti andıran bir təbəssüm oynadı. Gözlər süzüldü. Qurban olum, ay ağa, məni niyə? Cahandar ağa bu sözləri güclə eşitdi. Şahnigarın təngildəyib fırlandığını və kökündən kəsilmiş ağac kimi göy otların üzərinə sərildiyini görmədi. Onun gözləri torlanmışdı, yaş bəbəklərini qapamışdı. Bacısının son anda üzünə zillənmiş lal baxışı, durğun göl kimi sakit dayanan iri qumral gözləri, sifətindəki məzəmmət dolu təbəssüm beynində əbədi həkk olunmuşdu. Onun dodaqları titrəyə-titrəyə dediyi son sözlərdən başqa qulağı heç nə eşitmirdi. Cahandar ağa bir-iki addım qabağa gəlib yerə sərilmiş Şahnigarın yanında dayandı. Kişi diz çöktü. Bacısının geniş açılmış bəbəklərində əyilib ovunu parçalamaq istəyən heybətli bir sifət gördü. Qıllı papaqlı, qıllı qaşlı, iri həbəşi dodaqlı bir adam onun özünə
də yad gəldi. Onun özünə də yad gəldi. Birdən-birə hələ istisi soyunmamış cəsədin üstünə sərilib hönkürdü.